Salam uşaqlar, bu günləri səhifə 11-dən kəsirlərin müqayisəsini izah edəcəm. Kəsirlərin müqayisəsi 1-ci baxırıq araşdırma müzakirəyə. Bağdan 4də 1 ton armud və 8də 5 ton alma yığıldı. Hansı meyvə 2də 1 tondan çox, hansı meyvə isə az oldu? Buna əsasən hansı meyvədən az, hansından isə çox yığıldı? Bir də müqayisəni başqa cür necə aparmaq olar? Əvvəlcə baxırıq bunların biri 4-dür məxrəci, biri 8. 8-ə deməli 4də 1 tonu armudu 2-yə vurmalıyam. Sürəti və məxrəci olacaq 8də 2 ton armud. 8də 5 tonda deyir alma yığıldı. Hansı böyükdür? Alma daha çox yığılıb. Çünki məxrəci bərabər olan kəsirlərdə sürəti böyük olan böyükdür. Sonra 2də 1 tondan çox. Deməli mən 2də 1 tonu da gətirməliyəm. 2də 1-i də 8-ə gətirməliyəm məxrəcin. Ona görə sürət və məxrəcini 4-ə vurmalıyam. 2-ni 4-ə vururam 8, 1-i də 4. 8-də 4. 8-də 4 tondan. Deməli armud 8-də 2 ton idi. Bu da 8-də 4-dən kiçikdir. Armud. Alma yığılan alma isə 8-də 1, 8-də 4-dən böyükdür. Hansını bildik, armud az yığılıb, alma çox yığılıb. Başqa cür necə aparmaq olar? Elə 2də 1 tonu biz gətirdik artıq. 2də 1 tonu məxrəci digər məxrəclərlə bərabərləşdirib elə müqayisə elədik. Sonra öyrənmə. Bəzən iki kəsirlərdən birinin məxrəci digərinin məxrəcinin mislinə bərabər olur. Bu halda verilən kəsirləri məxrəcləri bərabər olan kəsirlər şəklində yazmaqla daha asan müqayisə etmək olar. İndi baxırıq bunun nümunəsinə. Baxın, bizə 6-da 3 ilə 3-də 2 verib. Biz əvvəldə öyrəndik ki, kəsirlərin sürət və məxrəcini eyni ədədə vurduqda böldükdə kəsirin qiyməti dəyişmir. 3-də 2-ni hər iki sürəti də məxrəci də 2-yə vurub. Aldıq 6-da 4. Deməli, 6-da 3 ilə 6-da 4-ü artıq biz müqayisə eləyə bilirik. Kəsirlərdən, məxrəci bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyükdür. Sonra aşağıda bizə deyir ki, 2də 1 kəsirindən istifadə etməklə 6-da 2 və 4-də 3 kəsirlərini necə müqayisə etmək olar? Biz bunların hamısını kəsirlərini eyniləşdirə bilərik. Məsələn, 6 ilə 4-ü necə bərabərləşdirə bilərik? 6 ilə 4-ü bərabərləşdirsək, 6 ilə 4-ün 12-yə eyni kəsirin ədədi 6-da 2-ni vuraram, sürət və məxrəcini 2-yə vuraram. Eləyər 12-də 4, 4-də 3 kəsirində sürət və məxrəcini 3-ə vuraram. Bu da eləyər 12-də 9. Bu elədir 12-də 4, bu da elədir 12-də 9. Hansı böyükdür? Necə müqayisə elədik? Məxrəcləri bərabərləşdirdik və sürəti böyük olan böyük olduğunu bilirik. 12-də 9 təbii ki 12-də 4-dən böyükdür. Sonra bələdçiyə baxaq. Təsvirlərə uyğun kəsirlər yazın və müqayisə edin. Bizə bir nümunə verib. 4də 1 və o birisində də 8də 3 kəsirini, yenə də sürət və məxrəcini 4də 1-in 2-yə vurub, 8də 2 sürəti böyük olan böyük olduğuna görə 8də 3 böyükdür 8də 2-dən. İndi A variantını biz özümüz işləyək. 6 hissəyə bölüb, deməli 6-da 3 olacaq. 3 hissəni götürüb 6-da 3. Digərində isə 3 hissəyə bölüb 1 hissəni götürüb 3-də 1 kəsiri. Artıq bu kəsirləri yəqin ki yazmağı bildik, öyrəndik. 6-da 3, 3-də 1. 3-də 1 kəsirinin sürət və məxrəcini 2-yə vururuq. O da elədir 6-da 2. Bayaq birinci 6-da 3, bu da 6-da 2. Hansı böyükdür? Təbii ki 6-da 3. B variantına baxırıq. 6 hissəyə bölüb. 6-da 4 hissəsini götürüb 4. 6-da 4 və 2-də 1. 6-da 4 ilə 2-də 1 kəsirini müqayisə eləyəndə yenə məxrəcəyə gətiririk 6-ya, 3-ə vururum. Digər tərəfi 2-də 1-i sürət və məxrəcini 3-ə vururum. Elədir 6-da 3. 6-da 4 böyükdür 6-da 3-dən. C variantına baxıram. 9 bərabər hissəyə bölüb. 9-da 5-ini götürüb. 9-da 5 və digərini 3-də 1. 9-da 5 ilə 3-də 1-i müqayisə eləyəndə yenə kəsirin 3-də 1-i sürət və məxrəcini 3-ə vururam. 9-da 3, 9-da 5 və 9-da 3. 9-da 5, 9-da 3-dən böyükdür. D variantına baxıram.
5 hissəyə bölüb 5-də 2. İkisini götürdüyünə görə 5-də 2. Digərini 10 hissəyə bölüb 5-ini götürüb. 10-da 5. 5-də 2 və 10-da 5. 5-də 2 kəsirin sürət və məxrəcini 2-yə vururam. 10-da 4 və 10-da 5 kəsir alındı. Artıq müqayisə eləmək asandır. 10-da 5 böyükdür, 10-da 4. İndi müstəqil işlərə baxaq. Kəsirləri müqayisə edin. 5-də 2 ilə 10-da 5. Baxın, sürət və məxrəcini yenə 2-yə vururam. 10-da 4, 10-da 5. Müqayisə eləmək 10-da 5, 10-da 4-dən böyükdür. 3-də 2, 9-da 6. 3-də 2 kəsirinin sürət və məxrəcini 3-ə vururam. 9-da 6. 9-da 6 ilə 9-da 6 bərabərdir. 4-də 3, 12-də 7. 4-də 3 kəsirinin sürət və məxrəcini 3-ə vururam. 12-də 9, 12-də 7-dən böyükdür. 8-də 4 və 2-də 1. 2-də 1 kəsirinin sürət və məxrəcini 4-ə vururam. 8-də 4. 8-də 4 və 8-də 4 bərabərdir. 10-da 3 və 5-də 2. Sürət və məxrəcini 5-də 2-nin 2-yə vururam. 10-da 4 alındı. 10-da 4 də 10-da 3-dən böyükdür. 8-də 5, 16-da 4. Sürət və məxrəcini 8-də 5-in 2-yə vururam. 16-da 10. Təbii ki, 16-da 10, 16-da 4-dən böyükdür. 14-də 5 və 7-də 1. Yenə 7-də 1 kiçik olduğuna görə onun sürət və məxrəcini 2-yə vururam. 14-də 2, 14-də 5, 14-də 2-dən böyük olur. 18-də 6 və 6-da 3. 6-da 3 kəsirini 3-ə vururam. 18-də 9. 18-də 9 kəsiri 18-də 6 kəsirindən böyükdür. 3-də 2 və 12-də 4. 3-də 2 kəsirini 4-ə vururam. 12-də 8. 12-də 8 kəsir 12-də 4 kəsirindən böyükdür. Digərinə baxaq ikinciyə. Boş xanalara uyğun bir neçə ədəd müəyyən edin. Bir neçəsini isə müəyyən edə bilərik. 2-də 1 böyükdür neçədə? İndi baxırıq. 2-ni yenə deyirəm. Sürət və məxrəcini 3-ə vuraq. 6-da 1. 6-da 3. 6-da 3-dən kiçik olan neçə yaza bilərik? 6-da 1 və 6-da 2 yaza bilərik. Sonra 3-də 2 kəsiri 9-da bilmirik neçə kəsiri. 3-də 2 kəsiri sürət və məxrəcini 3-ə vururuq. 9-da 6. 9-da 6-dan böyük olan 9-da 7, 9-da 8, 9-da 9 yaza bilərik. 8-də 6 və 4-də neçə? 4-ü də 2-yə vururam. 8-də, deməli 8-də 6-dan böyük, 8-də 7, 8-də 8. 12-də 8 və 6-da neçə olduğunu bilmirik. Yenə məxrəc 12-yə gətiririk. 6-nı 2-yə vururam. 12. 12-də 8-dən kiçik olan 12-də 7 yaza bilərəm. 12-də 6, 12-də 3 və s. 6-da 2 və 18-də neçə olduğunu bilmirəm. Deməli, sürət və məxrəci 3-ə vururam. 18-də 6, 18-də 6-dan kiçik, 18-də 5, 18-də 1, 18-də 4 və s. yaza bilərəm. 5-də 3, 10-da neçə? Deməli, 5-də 3-ün sürət və məxrəcini 2-yə vururam. 10-da 6. 10-da 6-dan kiçik, 10-da 5, 4, 3 və s. yaza bilərəm. 24-də 6 və 8-də neçə olduğunu bilmirəm. Deməli, sürət və məxrəci 8-i 3-ə vururam. 24-də neçə? 24-də 6-dan böyük, 24-də 10, 24-də 12, 24-də 13 və s. yaza bilərəm. Növbəti 12-ci kəsirlərin müqayisəsində 12-ci səhifəyə baxırıq. 12-ci səhifədə 3-cü tapşırıq. Verilən kəsirləri dairədəki kəsirlə müqayisə edin. Dairədəki kəsiri hansı verilən kəsirlə müqayisə ediriksə, həmin kəsirin məxrəcinə gətiririk. Yəni, iynələşdiririk məxrəclərini. Dairədə 2-də 1 verilib və 4-də 1 ilə müqayisə eləyəndə 2-də 1-in sürət və məxrəcini 2-yə vururam. 4-də 2. Təbii ki, 4-də 2 4-də 1-dən böyük olur. 4-də 2 kəsirin 4-də 3-ünü müqayisə eləyəndə 4-də 3 daha böyükdür. Sonra məxrəci 10 olduğuna görə 10-a gətirirəm. 2-də 1-i sürət və məxrəcini 5-ə vururam. 10-da 5. 10-da 5, 10-da 7-dən kiçikdir. Sonra 10-da 5, 10-da 4-dən böyükdür. Keçdik B variantı 4-də 3. 4-də 3 kəsirini
2'yə vururam sürət və məxrəcini 8-də 6. 8-də 6 kəsiri 8-də 2-dən böyükdür. Sonra 4-də 3 kəsirini 12-də 7 kəsirlə müqayisə eləyəndə sürət və məxrəcini 3-ə vururam. 12-də 9, 12-də 9, 12-də 7-dən böyükdür. 4-də 3 kəsirini 16-da 13 kəsirlə müqayisə eləyəndə sürət və məxrəci 4-ə vururam. 16-da 12, 16-da 12, 16-da 13-dən kiçikdir. Sonra 12-də 10 kəsirlə müqayisə eləyəndə də 3-ə vururam sürət və məxrəcini. Elədir 12-də 9, 12-də 9, 12-dən 10-dan kiçikdir. İndi bizə deyir ki, sürətləri bərabər olan iki kəsirdən məxrəci kiçik olan kəsir böyükdür. İndi bunun nümunəsini deyəcəyik. Sürəti bərabər olan kəsirlərdən məxrəci kiçik olan kəsir böyükdür. Məsələn, 2-də 1 və 3-də 1 kəsirinin sürəti bərabərdir. İkisi də 1-dir. Niyə deyirik məxrəci kiçik olan kəsir böyükdür? Çünki, məsələn, bir nümunəni öyrənək. Bir almamız var, 2 yerə böldük. Və digər almanı da bir almanı da 3 yerə böldük. 2 yerə böldüyümüzdən bizə pay çox düşər. 3 yerə böldüyümüzdən, təbii ki, 2 yerə böldüyümüzdən. Ona görə deyirik ki, məxrəci kiçik olan kəsir böyükdür. Biri var meyvəni, almanı 2 yerə bölək, biri var 3 yerə bölək. Müqayisə olunanda məxrəclər, sürətlər eyni olduğuna görə sürətləri atıb məxrəc kimi müqayisə fikrimizdə məxrəc kimi müqayisə eləyə bilirik. Sonra kəsirlərin müqayisəsi. İndi baxaq. Sürəti eyni olan kəsirlərə keçdik. 4-də 2, 10-da 2. Sürətlər eynidirsə, artıq biz dedik sürətə baxmırıq. Məxrəcə baxıb beynimizdə məxrəcə baxıb məxrəc kimi müqayisə eləyirik. Yəni 4 deməli məxrəci kiçik olan dedik kəsir böyükdür. Bir var 4 yerə bölək almanı, bir var 10 yerə. Ona görə 4-də 2 kəsiri daha böyükdür. 6-da 1 və 3-də 1. 6-da sürətləri eyni olduğuna görə, deməli 3-də 1, 6-da 1-dən daha böyükdür. 7-də 4 və 9-da 4. Sürətləri eyni olduğuna görə 7-də 4 daha böyükdür. 5-də 3 və 8-də 3. 5-də 3 daha böyükdür. 11-də 6, 7-də 6. Deməli 7-də 6 daha böyükdür. Yəni bu nə deməkdir? Bir almanı 11 yerə bölüb 6-sını götürürəm və yaxud da eyni almanı 7 yerə bölüb 6-sını götürürəm. Təbii ki, az yerə bölsəm çox pay düşəcək. Deməli 6-da 5 və 8-də 5 kəsirində 6-da 5 daha böyükdür. 6-da 4 və 5-də 4 kəsirində 5-də 4 daha böyükdür. 15-də 12, 20-də 12-dən 15-də 12 daha böyükdür. 9-da 2, 10-da 2, 9-da 2 daha böyükdür. Boş xanalarda hərflərə uyğun hansı kəsirlər ola bilər? 3-də 2 verib. Amma biz 6-ya gətirməliyik məxrəci. Deməli, sürət və məxrəci 2-yə vuraram. Bu kəsiri görək neçəyə bərabərdir? 6-da 4-ə bərabərdir. Deməli, 3-də 2 kəsiri 6-da 4-ə bərabərdir. İndi deyir ki, boş xanada 6-da 4-dən kiçik. 6-da 3, 6-da 2 ola bilər, 6-da 1 ola bilər. Sonra ikinci hissəsinə baxıram. 16-da 10. Bu kəsirə bərabər. Məxrəci 8 olan kəsirə gətirməliyəm. Yəni 16-da 10-u 2-yə bölə bilərəm. Sürəti də məxrəci də. 8-də 5. 8-də 5 kəsirinə bərabərdir 16-da 10. 8-də 5 kəsirini tapırıq koordinat oxunda. Və buradan sonra 8-də 5-dən böyük olan 8-də 6 və 8-də 7 nöqtələri olacaq. Yadda saxla. Bəzən kəsirləri müqayisə etmək üçün bu kəsirləri onlara bərabər və sürətləri eyni olan kəsirlərlə əvəz etmək olar. Alınan kəsirlərdən məxrəci böyük olan kəsir kiçikdir. Nümunədə verib 7-də 6, 5-də 2 kəsirinin müqayisə eləyəndə 6 ilə sürətlərini hər ikisinin 6-ya gətirirəm və ona görə 3-ə vurub, sürət və məxrəcini 3-ə vurub kəsirlərin. Çünki kəsirin sürət və məxrəcini eyni ədədə vurduqda və böyüdükdə kəsirin qiyməti dəyişmir. 3-ə vurub 16-da 5, deməli 7-də 6 böyükdür 15-də 6-da. Kəsirlərin sürətini bərabərləşdirməklə müqayisə edin. 2-də 1 və 15-də 5. 2-də 1 və 15-də 5.
Biz bunu müqayisə eləmək üçün 15-də 5-in sürət və məxrəcini 5-ə bölərik. Deməli 3-də 1, 2-də 1, 3-də 1 müqayisə eləyəndə 2-də 1 böyükdür 3-də 1-dən. 4-də 3 və 7-də 6. Bunun sürət və məxrəcini 4-də 3-ün 2-yə vururam. Bəzən siz fikir verirsinizsə, mən bölürəm, bəzən vururam. Bu hansı uyğundursa, kiçik, çox böyük rəqəmlər hesablamayaq deyə, hansı uyğundursa, o uyğunluğa uyğun götürürəm. 4-də 3-ü sürət və məxrəcini 2-yə vururam. Elədir, 8-də 6. 8-də 6 sürətləri bərabər olandan sonra 7-də 6, 8-də 6-dan böyükdür. 25-də 8 və 7-də 2. 4-ə vururam sürət və məxrəcini, elədir, 28-də 4. 28-də 8. 8 sürətlər bərabər olandan sonra 25-də 8, 28-də 8-dən böyükdür. 21-də 8 və 9-da 4. Sürət və məxrəcini 2-yə vururam. 18-də 8 ikinci tərəfi. 21-də 8 və 18-də 8-i müqayisə eləsəm, 18-də 8 böyükdür 21-də 8-dən. Sonra 12-də 5 və 26-da 10. 26-da 10-un sürət məxrəcini 2-yə bölərəm. 13-də 5. Sürətlər bərabər olandan sonra 12-də 5 böyükdür 13-də 5-dən. 8-də 7, 15-də 14. 8-də sürət və məxrəcini 8-də 7-nin 2-yə vururam. 16-da 14. 16-da 14 ilə 15-də 14 müqayisə eləsək, 15-də 14 böyükdür 16-da 14-dən. Sonra 5-də 3, 16-da 9. Sürət və məxrəcini 3-ə vuraram. 15-də 9. Sürətlər bərabər olduğuna görə 15-də 9 böyükdür 16-da 9-dan. 3-də 2 və 17-də 10 kəsirini. Sürət və məxrəcini 5-ə vuraram. 15-də 10. Sürətlər eyni olduğuna görə 15-də 10 böyükdür 17-də 10-dan. Bəli, düzdür. 15-də 5-ə vurdum. 11-də 6 və 29-da 18. Bunlarda deməli 11-də 6-nı 3-ə vuraram. 33-də 18. 33-də 18 kiçikdir 29-da 18-dən. İndi məsələ həlli var burada. Məsələ həllinə baxaq. Usta divarda dərinliyi 1/10 metr olan deşik açmaq istədi. Onun uzunluğu %9 metr və %11 metr olan 2 burğusu var. Usta hansı burğudan istifadə edə bilər? İndi bunların məxrəclərini bərabərləşdirək. 1/10 sürət və məxrəcini 10-a vuraq. %10. %10 olan deşik açmaq lazımdır. Ustanın da %9 dərinliyində, %11 dərinliyində burğu var. Hansından istifadə edə bilər? Təbii ki, kiçikdən istifadə edə bilməz. %11-dən istifadə edə bilər. 8-ci məsələ. Lalə, Samir və Səbinə kitabxanada oxumağı eyni kitabdan götürdülər. Lalə bir həftədə kitabın 2-də 1 hissəsini, Samir 4-də 1 hissəsini, Səbinə isə 4-də 3 hissəsini oxudu. Uşaqlar oxuduğu hissələrə görə çoxdan aza doğru necə sıralamaq olar? Hamısını 4-ə gətirəcəm məxrəcin. Deməli 2-də 1-in sürət və məxrəcini 2-yə vuracam. 4-də 2. 4-də 2 Lalə 4-də 2 hissəsini oxuyub, Samir 4-də 1-i, Səbinə də 4-də 3-ü. Bunu artıq siz bilirik. Sizdən öyrənmişik. Məxrəcləri eyni hamısında 4-dür. Müqayisə eləmək sürətləri böyük olan daha böyükdür. Deməli Səbinə daha çox oxuyub, sonra Lalə çoxdan aza doğru düz dediyinə görə, sonra da ən sonunda Samir. Bu qədər uşaqlar, sağ olun. Növbəti dəfə, növbəti dərsdə görüşənədək.